Oyunla bağlı nə deyə bilərəm? Güclü komanda qarşı oynamışıq və 18 xal bizim qrupamızda və Avropaya düşüb bu komanda. Uşaqlardan nə danışmaq istəyərdim? Çox yaxşı oynadılar. Razı qaldım. Biz həmişə bütün oyunları demək olar ikinci taym uduzmuşuq. Bu oyunda isə 1-1 oynadıq. O da bir proqresdir bizim üçün. Çünki ikinci tayma bizə heç vaxt demək olar ki, axırda 10 dəqiqə gücümüz çatmırdı. Bu gün isə o boyda güclü rəqibə qarşı uşaqlar çox yaxşı oynadılar. Çətinliklər çoxdur, yenə deyim. Bizdə yenə baxmayaraq ki, uşaqlar hamısı oynadılar, onların demək olar 70% zədənin üstündə oynadılar. İynələrlə, nə bilim, çox şeylərlə də, çox şey deyə bilmərəm. Ona görə yenə də çox vuruşdular və əla mübarizə göstərdilər. 4 dənə qol buraxdıq. Mən deyərdim ki, qapıçının səhvi yox idi o qoldan, lakin təsir olmayıb. Yəni bu mənim üçün də demək olar birinci olub belədir deyə. Komanda özünüz bilirsiniz ki, yeniləşib 99%, bir də qapıçılar qalıb o biri komandadan. Ona görə deyim ki, mənim üçün bir o təcrübə oldu bu 6 oyun. Nə deyə bilərəm? Yenə də deyə bilərəm ki, get-gedə görsənir ki, uşaqlarda biraz proqres var əlbəttə. Yenə də ondan da çox nəticə göstərmək üçün gərək bizim çempionatımız daha güclü olsun. Çünki Xorvatiyanın çempionatı Avropa 3-cü yerdə gedir. Ona görə bunlar belə oyunları hər çempionatda, uşaqlar öz çempionatda görürlər hər gün. Bizdə isə cəmi 3 dənə komanda qatar bir-birinə rəqabət edir.